Salam əziz və dəyərli izləyicilər, hər birinizi salamlayıram. Öz səhifəmdə gün ilə vaxt tapıb istədim sizlərə xəstə edən bu vaxtımı və belə bir mövzuya keçəm. Toxunan bir gün xoşbəxtçilik haqqında. Daha doğrusu xoşbəxtçilik yox, xoşbəxtçiliyi insandan oğurlayan amillərdən danışmaq istəyirdim. Yəni, xoşbəxtçilik mövzusunu mən toxunanda sizlərə bildirəm, əziz izləyicilərim. Yəni, xoşbəxtçilik bu həyata, bu yer kürəsinə insan doğulub ki, Allah insanın öz missiyanı tapmaq üçün, xoşbəxt olmaq üçün birinci missiyası, yəni insanın ondan ibarətdir ki, həyat missiyası, həyat mənası, həyat eşki, insan xoşbəxt insan kimi doğulub bu həyata gözünü açıb ki, yəni xoşbəxt olmaq üçün yaradan yaradır insana. Əsas missiya bundan ibarətdir hər bir insanın. Və əfsuslar olsun ki, təəssüflə deməliyəm ki, əksər insanlar, çox insanlar ya, amma ancaq əksər insanlar xoşbəxt deyirlər və bunun əsas amilləri elə bu barədə istəyirəm biraz sadarıyam. Bir neçə dəqiqəlik bu barədə danışam sizlərlə əziz izləyicilər. Yəni, əsas amil odur ki, insan həmişə özünə təsdiq axtarır ki, başqa insanların, istəyir yaxın olan insanlar arasında, çevrəsində daha doğrusu yaxın insanlar çevrəsində yana özünə təsdiq axtarır, özünü necə deyirlər, özünü xoş, yaxşı göstərmək istəyir, mədəni göstərmək istəyir. İstər başqa insanlara, yaxın olmayan insanlar üçün yaxşı olmaq istəyir və bu özünü qurban verməkdir. Qurban rolunda həyatda demək ki, bunlar öz həyatını yaşamırlar, daimi hər kəsin qurbanı olurlar. Belə insanlar həmişə hər insanların yanında özünü təsdiq axtarmaq, özünü yaxşı qiymətləndirmək kimi bunlar haqda yaxşı fikirləşsinlər. Yəni, bu mənasız oyundur belə, yəni deyə bilərəm ki, İnsan demək ki, onda heç vaxt xoşbəxt olmayacaq, heç vaxt sevinç hissi yaşamayacaq bu həyatda ki, həmişə qurban rolunda olacaq. Hamı üçün yaxşı, amma ancaq özünə zid olaraq, özünün düşməni, amma hamı üçün yaxşı olaraq. Ona görə birinci amil budur, xoşbəxtçilik insanından oğulayan amilini yəni. Hamı üçün yaxşı olmaq, hamı üçün özünə təsdiq axtarmaq. İkinci amil ondan ibarətdir ki, xoşbəxtçilik insanlarından oğulayan. Demək odur ki, İnsan həmişə hər kəsə öz şəxsi sərhədini icazə verir ki, onu necə deyərlər, pozarlar şəxsi sərhədini. Şəxsi sərhəd deyəndə mən nəzərdə tutuyorum, hər bir insanın öz şəxsi sərhədi var. Və o şəxsi sərhəddə siz ancaq özünüzsünüz, öz-özünüzdən olan zaman, təklikdə, tənhalıqda məsələsiniz, istəmisiniz kimsə sizi narahat eləsin. Və əksər insanlar o şəxsi sərhədini pozub, başqa insanlara icazə verir ki, onların şəxsi sərhədinə toxunarlar. O, başqa insanlar da sui-istifadə edib toxunurlar, manipulyasiya eləyərək. Yəni, hakimiyyəti özəlində görürlər ki, yəni bu insanın şəxsi sərhədi yoxdur, daimi sizin vaxtınızı nəzərdə almırlar, sizin şəxsi sərhədinizi nəzərə almırlar, özləri istədiyi kimi edirlər. Yəni, bu da o amildir ki, yəni insan öz həyatını yaşamır, qurban olur başqa insanların. Bununla da xoşbəxtçiliyi özəlindən itirir, buraxır, necə deyərlər. Ona görə hər kəs öz şəxsi sərhədini qorumalıdır. İcazə verməlidir ki, başqa insanlar sizin şəxsi sərhədinizi pozar. Necə ki, ölkələr, dövlətlər arası şəxsi sərhədlər var, gömrük postu var, necə deyərlər. Həmçində insanlar arasında şəxsi sərhəd olmalıdır. Bu vacib müamildir. Bu insan əgər nəzərə alsa, xoşbəxt olacaq. Üçüncü amil xoşbəxtlik əlindən oğulayan odur ki, yəni insan daima öz həyatın məsuliyyətini özündən necə deyirlər, başqa insanlara həvalə edir həyat məsuliyyətini. Yəni, başqa insanlara həvalə edəndə hər şeyi, istər yaxın əziz olan insanlara, o insanlar sui-istifadə etməyə başlayırlar, öz hakimiyyətini öz əllərində görürlər ki, yəni sizlə necə istəyirlər, elə də rəftar edə bilərlər. Ona görə siz öz həyat məsuliyyətinizi o bir insanlara vermişsiniz, onlar da bundan belə özlərinin rəhbər görürlər, hakimiyyət öz əllərində görürlər ki, yəni sizlə necə istəyirlər, rəftar edəməyə gedəcəklər. Elə sizə də zid olaraq. Yəni, başqalarına həvalə etmək lazım deyil öz həyat məsuliyyətinizi. Başqa amil odur ki, xoşbəxtliyi oğurlayan insan daimi öz problemlərdən qaçır, yenə başqa insanlara həvalə edir öz problemini. Ancaq insan başqalarına həvalə edəndə yenə də bilirsiniz, problem yaşayanda insan, problem nə qədər də böyük də görsənsə ilk baxışda, onu dəftəri götürürsünüz, qələmə götürürsünüz və yazırsınız. Hər bir böyük problem də olsa belə,
balaca kiçik də olsa punktlara bölürsünüz. Punktlara böləndə onda daha asandır problemi həll etmək. Başlayırsınız ən çətindən və getdikcə yüngülə doğru və ya da əksinə ən yüngülündən onda daha asandır. Ancaq böyük görəndə problemi, onda insan heç hərəkət də eləmək istəmir o problemi həll etmək üçün. Ancaq onu böləndə punktlara daha da asandır. Onda da elə insanın gözündə qorxunc vəziyyətdə görsənmir o problem. Sonra xoşbəxtliyə uğrayan amil odur ki, insan daima kimlərləsə özünü müqayisə edir. O da nədən irəli gəlir ki, ondan irəli gəlir ki, uşaqlıqda hər birimiz uşaq olmuşuq. Bizim valideynlərimiz bilmərəm ki, yəni biz istəməyərəkdən sadəcə bizi həmişə hər kəsdən istər qohum əqrəbədə olan insanlarla, istər qapı qonşuda olan insanlarla, istər başqa insanların uşaqlarından, övladlarından müqayisə edirlər valideynlər. Bu da bir ziddir, bir səhvdir ki, valideynlər tərəfdən ki, müqayisə eləmək. İnsan müqayisə edəndə istərsəmiz bu insanın beyninə həkk olunur və yeniyetmə dövründə insan öz-özünün istərsəmiz bu valideyn bir problemdir ki, övladın uşaqlıqdan hər kəsə müqayisə edib və bunun beynində bu həkk olunur və özünü istərsəmiz valideyn tam müqayisə eləməsə, insan öz-özünü daima hər kəsin müqayisə eləməyə başlayır. Və müqayisə edəndə hər kəsdən, bilirsiniz, bu həyatda hər şey nisbidir. Kimsə sizdən güclü olacaq, kimsə sizdən ağır olacaq, kimsə sizdən daha yaraşıqlı olacaq. Yəni, özü müqayisə edəndə daima hər kəsdən. Bu xoşbəxtçiliyi oğlayan amildir. Ona görə heç kimlə müqayisə eləmək lazım deyil. Bircə insan odur ki, müqayisə elədiyi öz-özünüz. Güzgüyə baxıb kimi görsünüz öz-özünüzü. Yəni, sizin dünənki olanla müqayisə edin. Bir il bundan əvvəlki olanla öz-özünü müqayisə edin. Yəni, başqa insanlarla yox. Qısaca da istədim bugünkü mövzunu buna toxunum. Yəni, hansı amillərdir ki, insanın xoşbəxtçiliyinin öz əlindən necə deyirlər, uzaqlaşdırır, oğurlayan amillərdir xoşbəxtçiliyi. Və hər kəs sizlər üçün arzu edirəm ki, xoşbəxt olasınız. Həmişə, hər zaman. Hər biriniz onun üçün yaranmışsınız ki, bu həyatda missiyanız ondan ibarət ki, xoşbəxt insan kimi yaşamaq. Sağlam yaşamaq. Çox sağ olun, əziz izləyicilər. Hər birinizi görməyə şad edeyim. Allah hər birinizi qorusun. İnşallah sağlıq olsun. Allahdan görüşərik. Görüşənədək.